Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsuma Babayeva vəfat edib. Hər biriniz də sosial şəbəkələrdə görmüsünüz. Dünyasını dəyişib 74 yaşında. Onun qohumu mənə zəng vurdu, dedi ki, Sara xanım, mən istəyirəm ki, mənim qohumumla bağlı, yəni Məsuma Babayeva ilə bağlı hansı fikirləri deyim. Dedim, nə fikirləri deyim? Deyir ki, ona ad verilmədi. Təbii ki, mən deyəcəm hansı adlar verilib, amma niyə görə bu Azərbaycanda dünyasını dəyişən, belə deyərdim ki, orta və ortadan yuxarı insanlar var da, incəsənətdə, mədəniyyətdə, belə deyim də, çox böyük fəaliyyət olub, çox böyük əmək olub, onlar narazı gedir. Onlar çox narazı gedir, onlardan da birisi Məsuma Babayevadır. O adlar var, fəxri adlar, əməkdar artist, xalq artisti, bu adları mən başa düşmürəm. Bu adamlar niyə görə Mədəniyyət Nazirliyinin qarşısında dayanmalıdır? Mənim tanıdığım yaşlı adamlar var da, aktrisadır, aktyordur, müğənnidir. Deyir ki, hər dəfə eşidirəm, deyir Mədəniyyət Nazirliyinə gedirəm. Deyirəm, səni orada qəbul edən varmı? Deyir, yox. Nə bir hansı şöbədə? Bu nazirlə görüşmək istəyir də, düzdür. Nazir bu adamı qəbul etmir. Bu insan hər gün gedir, gəlir, hər gün gedir, gəlir ki, məni nazir qəbul etsin. Nazir təbii ki, kameradan, nazir müavinləri təbii ki, kameradan o adamı görürlər. Amma heç vaxt qəbul etmək istəmirlər. Bax, bu Mədəniyyət Nazirliyinə mən üzümü tutub deyirəm. Bax, maraqlanın da, bax, teatrlardır. Neçə teatr var? Milyon teatrımız yoxdur ki. Neçə teatrımız var? Neçə musiqi məkanımız var? Təbii ki, mədəniyyət evlərindən gedir, nə bilim, musiqi məktəblərindən gedir, incəsənət universiteti və digərlərindən gedir ki, azından orada siz maraqlanın, siyahını alın da. Deyin ki, bax, 75, üzr istəyirəm, 50-55 yaşını ötmüş insanlar var. Fəaliyyətləri var. Niyə görə onlar gəlib sizin qapınızın ağzında dayanmalıdır? Niyə boyunlarını bükməlidir? Niyə qollarının altından tər axmalıdır? Kürəklərindən tər axmalıdır? Niyə görə, nə bilim, nələr olmalıdır ki, bunlar saatlarla gözləyir ki, biz nazirin qəbuluna düşməliyik. Nazir heç bunları dız da eləmir, heç qəbul da etmir. O insanların siyasını tələb edin. Yenə də deyirəm, bunların siyasını tələb edin, onlara bir diqqət göstərin, qəbul edin, fəaliyyətinə maraqlanın, bu adları verin də onlara da, lazımsız adamlara verirsiniz. Bunu az bunun üzərində qurun da, bunu az bunun üzərində qurun da, bu insanlara verin də adı da, bu qadının 74 yaşı olub. Uzun illər çalışıb, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında çalışıb. Ağır xəstə olub. Təbii ki, onun həmkarları onu tək qoymayıb, diqqət göstəriblər, amma o diqqət onu qane etmir axı. Diqqəti Mədəniyyət Nazirliyi göstərməlidir. Heç indi teatrın rəhbərliyinə teatrdan danışmıram. Demək, Məsuma xanım 1951-ci ildə anadan olub, Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluq fakültəsində təhsil alıb. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Aktrisa 2014-cü ildə fəxri mədəniyyət işçisi döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının sənətkar medalı və 2018-ci ildə tərəqqi medalı ilə tərtib olunub. Bəzi adlar İnsanları aldatmaq üçün onlara təqdim edirlər də. Amma olmazmı bunun da əməkdar artist, xalq artisti fəxri adı olardı? Edin də bunu da. İnsanlara göstərin bu diqqəti. Xahiş edirəm, hörmətli Azərbaycan Mədəniyyət Nazirliyi. Nazirliklər dəyişə-dəyişə gedir, amma qanunları olduğu kimi saxlayırsınız.